Rustavi şəhərində əziz Peyğəmbərimiz Həzrəti Məhəmmədin Peyğəmbərliyinin elan edildiyi gün Məbəs bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbiri jurnalist Azər Məmmədov açaraq tanınmış Quran qarisi Vidadi Qurbanovu kürsüyə dəvət edib. O, öz nurani Qurani Kərim tilavəti ilə məclisə xüsusi mənəvi ab-hava bəxş edib. Bayram tədbirində ictimaiyyət nümayəndələri, müəllimlər, yerli sakinlər, Gürcüstanda fəaliyyət göstərən dini qurumların rəhbərləri, səfirliklərin təmsilçiləri, ilahiyyatçılar və din xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, İslam Peyğəmbərinin insani keyfiyyətlərindən, həyat tərzindən, gətirdiyi kamil dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açıb. Əgər beysəti yalnız tarixi bir mərasim kimi qeyd etsək, Peyğəmbərə zülm etmiş olarıq. Çünki beysət davamlı olan bir layihə idi. Bu mübarək gün münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Daha sonra çıxış edən idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Azərbaycandan dəvət olunmuş din xadimi və ilahiyyatçı Hacı Eldayak Hüseynov, Azərbaycan səfirliyinin məsul katibi Cavid Məhərrəmov, İran səfirliyinin dini işlər üzrə müşaviri Əli Qurbani və Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Mahmud Göl Məbəs bayramının mahiyyəti və İslam tarixindəki əhəmiyyətindən danışıblar. Çıxışçılar iştirakçıları bayram münasibəti ilə də təbrik ediblər. Sonra tədbir Əhlibeyt mətdahı Səid Həsənin ifa etdiyi ilahilər, eləcə də uşaqların səsləndirdiyi dini ilahilər və şeirlərlə davam edib. Qurban olsun sənin adı gözəl, özü gözəl Muhammed eyləsən könter olur adı gözəl, özü gözəl Muhammed canım qurban olsun sənin yolun adı gözəl şəfaət eyləsən könter olur adı gözəl, özü gözəl, sözü gözəl Muhammed Qeyd edək ki, mərasimin sonunda iştirakçılar arasında püşk atma keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.